heç bir təcrübədən faydalanmadan, bir hərəkətə və alətə möhtac olmadan və yorulmadan xalqı yarattı. Hər şeyi vaxtında yarattı. Bir-biri ilə zidd olan şeyləri birləşdirdi, uzlaşdırdı. Hər şeydə bir istedad və təbiət yaratdı. Və hər şeyin maddəsini ona uyğun düzdü, qoşdu. Hər şeyi olmamışdan biləndi. O şeylərin hüdudunu və sonunu qavrayandır. O hər şeyin gizli və açıq tərəfini biləndir.